Hepatit C xəstəliyi əksər hallarda əlamətlər göstərmədən ortaya çıxır. Yaxşı, deyək ki, əlamətlərini göstərmiş oldu. O zaman hansı əlamətlərlə özünü göstərəcək? Dostlar, hər birinizi Novruz bayramı və Ramazan bayramı münasibətilə təbrik edirəm və hər kəsə can sağlığı arzu edirəm. Əgər bir şəxs hepatit C xəstəliyinə tutuldusa və əlamətləri ortaya çıxacaqsa, o bu şəkildə ortaya çıxacaqdır. Qaraciyər toxuması zədələndiyinə görə, orada funksional pozğunluq, metabolik pozğunluq yarandığına görə intoksikasiya əlamətləri yaranacaq və nəticə etibarilə xəstədə ən əsas olaraq halsızlıq, iştahsızlıq, yorğunluq hissləri ortaya çıxacaq. Bəzi hallarda xəstədə oynaqlarda ağrılar, narahatlıq hissi ortaya çıxacaq. Sağ qabırğa altında, əsasən qarın üstü və sağ qabırğa altı tərəfdə diskomfort hissi, ağrılıq hissi keçirmiş olacaq. Ondan da əlavə əksər hallarda sarılıq əlamətləri ortaya çıxır və xəstənin dərisi, ağız boşluğunun selilik şüşası, gözün sklerası, ovucun içərisi daha çox saralmış olur. Həmçinin xəstənin sidiyinin tündləşməsi və nəzisinin rəngsizləşməsi halı ortaya çıxmış olacaq. Ona bildirim ki, bu yorğunluq, halsızlıq, bəzən qızdırma hissi, narahatlıq, yəni hər zaman hepatit C-nin əlaməti deyildir. Çünki bu elə əlamətlərdir ki, bunlar bir ümumiliyi daşıyır özündə və bir sıra xəstəliklərdə özünü göstərə bilər. Yəni illa da mən yorğunam, narahatam, o demək deyil, mən hepatit C-dən əziyyət çəkirəm. Ümumiyyətlə, xəstəliklərin diferensial diaqnozunu qoymaq həkimin peşəsi hesab olunur, həkimin sənətinə aiddir və diaqnozu dəqiqləşdirmək üçün əsasən laborator testlərdən həmin virusun varlığını aşkar etməklə biz xəstəliyin düzgün diaqnozunu qoya bilərik. Belə, dostlar, sağ olun, sağlam olun, salamat qalın.